yubiley xarakteri daşımır. Açılış mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq akademik Yusif Məmmədəliyevin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı rolundan danışıb. Onun neft-kimya sahəsində apardığı fundamental tədqiqatlar, sintez etdiyi yenilikçi elmi ideyalar, tətbiqi əhəmiyyətə malik nəticələr ölkəmizin elmi nüfuzunun formalaşmasında əvəzsiz rol oynamışdır. Xüsusi vurğulamaq istəyirəm ki, belə böyük şəxsiyyətin Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olması bizim üçün son dərəcə qürur vericidir. Bildirilib ki, Azərbaycan elminin parlaq simalarından sayılan Yusif Məmmədəliyev neft kimya sahəsində mühüm hadisəyə çevrilən yüksək oktanlı aviasiya yanacaqları istehsalının yeni üsulunu kəşf edib və bu elmi uğuru ona şöhrət qazandırıb. Yusif Məmmədəliyev 1938-ci ildə elmi əsərlərinə görə kimya elmləri namizədi, o vaxt fəlsəfə doktoru demirdilər, kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb Moskva Dövlət Universitetində və 1942-ci ildə isə aromatik karbohidrogenlərin alkinləşdirilməsi və dealkinləşdirilməsi yolu ilə toluolun sintezi mövzusunda doktorluq dissertasiyası müdafiə edib və heç təsadüfi deyil ki, Yusif Məmmədəliyevin alkinləşdirilmə sahəsindəki fəaliyyətinə görə ona alkinləşdirilmənin kralı deyirdilər. Naxçıvan Dövlət Universitetinin prorektoru Elsəvər Əsədov da çıxışında qeyd edib ki, Respublikada bir sıra elmi müəssisə və qurumların təşkili onun adı ilə bağlıdır. Geniş spektrli fundamental tədqiqat işlərini səmərəli pedaqoji fəaliyyətlə paralel surətdə davam etdirən Yusif Məmmədəliyevin formalaşdırdığı Azərbaycan Neft Kimya Məktəbi ölkənin hüdudlarından çox-çox uzaqlarda tanınıb. Qeyd edək ki, konfrans 3 istiqamət üzrə kimyanın aktual problemləri, yaşıl enerji və ekoloji problemlər və kimyanın tədrisinin müasir üsulları mövzularında bölmə iclasları ilə davam edib. 2 gün davam edəcək konfransın sessiyalarında neft kimya prosesləri, yaşıl texnologiyalar, ekoloji dayanıqlıq, yeni katalizatorların hazırlanması və kimya tədrisində innovativ yanaşmalar kimi mövzular üzrə elmi məruzələr təqdim olunacaq. Bu konfransı keçirməkdən məqsədimiz həm alimlərin aldığı elmi nəticələrin birgə müzakirəsi və gələcək elmi istiqamətlərin konkret olaraq kimya, texnologiya və ekologiya sahəsində gələcək elmi istiqamətlərin müəyyənləşdirilməsi məqsədi ilədir. Onun ideyaları müasir cəmiyyətin sabit inkişafı üçün ilkin şərtlərdən olan ekologiya, iqlim dəyişikliyi və yaşıl iqtisadiyyat sahəsində uğurlarının, o problemlərinin həlli məhz Yusif Məmmədəliyevin əsərlərindən istifadə edərək qoyula bilir. Akademik Yusif Məmmədəliyev Naxçıvan Dövlət Universiteti üçün də onun adı Naxçıvan Dövlət Universitetindən də bir avazda bağlıdır. Belə ki, Naxçıvan Dövlət Universiteti olmamışdan əvvəl bizim elm təhsil müəssisəsi Akademik Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutu gedirdi. Amma buna baxmayaraq sonraki dövrlərdə də biz universitet olduqdan sonra da davamlı olaraq Yusif Məmmədəliyevin tədqiqatı ilə məşğul olduq. Belə ki, Naxçıvan Dövlət Universitetində Yusif Məmmədəliyev adına region problemləri elmi tədqiqat mərkəzi və hazırki dövrdə Yusif Məmmədəliyev adına kimyəvi araşdırmalar laboratoriyaları, Yusif Məmmədəliyev adına auditoriyalar, həmçinin Yusuf Məmmədəliyevin adına təsis olunmuş təqaüdlər mövcuddur və davamlı olaraq biz demək olar ki, regionun bizə yaratdığı imkanlardan istifadə edərək biz tələbələrimizin Yusuf Məmmədəliyevin Ordubadda yerləşən ev muzeyinə ekskursiyalar təşkil edirik. Onun irsinin öyrənilməsi, onun yaşadılması və tələbələrimizin elmi fəaliyyətdə Yusuf Məmmədəliyevi örnək götürülməsi baxımından bu mühüm əhəmiyyət kəsb edir. Aynur Nadir qızı, Atabey Səyyad, Elşad Heydərov, NTV Xəbər, Bakı.